Salam uşaqlar, mən Milli. Mən də Dilli. Bu gün ədəbiyyatımızın dahi söz ustadı Nizami Gəncəvi ilə tanış olacağıq. Nizami Gəncəvi təqribən 1141-ci ildə Gəncədə doğulub, 1209-cu ildə elə orada dünyasını dəyişib. O, şərq ədəbiyyatında romantik didaktik poemaları ilə məşhurdur və 5 böyük əsərdən ibarət Xəmsə silsiləsini yaradıb. Sirlər Xəzinəsi Nizami Gəncəvinin Xəmsəyə giriş əsəridir. Qısa hekayə və nəsihətlərlə insanı yaxşılığa, ədalətə səsləyir. Xosrov və Şirin, sevgi, sədaqət və hünər haqqında möhtəşəm poema. Qəhrəmanlar çətinlikləri dəf etdikcə doğrunun gücü görünür. Leyli və Məcnun, dünyaca məşhur eşq dastanı, hisslərin səmimiyyəti və insanın mənəvi aləmi poetik dillə təqdim olunur. 7 gözəl, Şah Bəhramın 7 gözəlin nağıllarından hikmət öyrəndiyi rəngarəng hekayələr toplusudur. İskəndərnamə, hökmdar İskəndərin səfərləri fonunda elm, idarəçilik, ədalət mövzuları işlənir. Nizami Gəncəvi gücün deyil, ağlın qalib olduğunu deyir. Bir elmi öyrənmək istədikcə sən, çalış ki, hər şeyi kamil biləsən. Kamil bir papaqçı olsa da insan, yaxşıdır yarımçıq papaqçılıqdan. Bəndən söyləməkdir, səndən eşitmək. Bir insan əli boş gəzməsin gərək. Bu əsərlər sayəsində bizim ədəbiyyatımızda sevgi, zəka və ədalət bir-birinə qovuşub, Nizami Gəncəvi adı dünya mədəniyyətinə yazılıb. Sözün də su kimi lətafəti var. Hər sözü az demək daha xoş olar. Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verər suda. Bakıda onun adını daşıyan küçə, metro stansiyası və abidələr var. Nizami Gəncəvi hikmətli söz ustadıdır. Onun sözləri yol göstərir.